Herkese yepyeni videodan salam dostlar. Kanalıma abone olmayı, like atmayı unutmayın dostlar. Bugün sizlerle bir yerde Minecraft 2026 bölüm 6'ını çektik dostlar. Geçen videoda bildiğiniz gibi özüm için ferma düzeltmiştim. Fermanın aslında taxtadan düzeltmiştim. Videodan sonra düz betonlarımı yığdım. Çox əziyyət çəkdim. Orta tərəfdə o hissədə qumluq var. Qumun yanında da suyu var. Suyun yanındakı çakılları qırdım, qumları qırdım. Üzümə yığdım, bir beton düzelttim. Qırmızı rəng olsa çox rahat tapıldı. Ağ rəngdə çox istifadə olunmadı deyə, yəni ağ betondan çox istifadə olunmadı deyə onu tez tapa bildim. Axşam biraz oyaq qaldım. İskelet öldürdüm. İskelet öldürəndən sonra da onsuz da ondan bilirsiniz ki o rəng düşür. Ondan sonra videolarda yorumlara yazıbsınız ki, məncə nə idi? Nə düzəltmək? Halı saha düzəltmək. Dostlar, halı saha üçün ilk olaraq nə idi? Yonları düzəltmişəm. Gələn videoda Allahın izni ilə inşallah halı sahanı düzəldəcək dostlar. Yonları qırmışam. Yəni gələn videoda sadəcə nə lazımdır bizə? Bizə nə lazım idi? Yadımdan çıxdı. Dostlar, sadəcə bizə o bilirsiniz halı sahanın arxasındakı örmək üçün lazım olur onlar lazım dostlar. Onlar da bölümdə Allahın izni ilə tapacağıq. İndi ilk olaraq evin yanındakı bəzi yerlərə nə idi? Fermanın yanındakı bir çox yerdə bax məsələn bu hissəni. Buranı qoyunlarla doldurmuşam. Bu hissəni bağlayıb yeni bir şey eləmə fikrim var. Ya da elə varımsa bundan bir dənə bundan hazırlayayım. Baxın görüm. Bu belə olsun. Bir də belə olsun. Bu hissə belə olsun. Bu hissəni belə tam düzəldək. Çitlərlə bağlayaq. Çünki bizə lazım olacaq. İndi baxaq görək nə eləyə bildik. İndi özümə 2 dənə dəmir kova düzəldəcəm. Bir dənə dəmir kova da. İndi onun içində də bir dənə su lazımdır mənə. İndi bu hissələrə tarla düzəldəcəm bölümdə dostlar. Bilirsiniz ki, hər nə idi? Sezonun olmazsa olmazı tarladır. İnşallah biz də tarlanı tez bir zamanda düzəldərik. Aha. Bunları da hazırlayaq görək. Bax, buradan bura gəlsin. Bu belə gəlsin. Belə gəldiyinə görə ikisinin də ortaq nöqtəsi buradan. Onda buranı belə eləyək. Torpaq var üstündə. Tam belə ortaq nöqtələrə görə eləmək istəyirəm. Onda buranı bağlayayım. Buranı su qoyum. Ya da ümumiyyətlə bu hissədə bir dənə 4 dənə də açın. Bax görək o birisini. O birisi də burada qalsın. Yəni işim lazım olduqca eləyim də. Bax görək birinci bu hissəyə gəlsin. Dostlar, sizin yorumlara yazdığınız bütün fikirlər mənim üçün önəmlidir. Ona görə nə istəyirəm, nə tikməyimi istəyirsə yorumlara yaza bilərsiniz. Məsələn bundan nə idi? 2 bölüm sonra, gələn bölümü olsa %100 hazırlayacağıq. Mən bundan sonra gedib manşet tapma fikrim var. Manşet tapandan sonra da o yorumlarda istədiyiniz halı sahanı tikəcəyik Allahın izni ilə. Baxaq görək. Aha, buranı tamamladım. Bu hissəni də götürüm bir dəqiqə. 2 araları məsafə olmalıdır. Birdən baxaq görək. Bunu da götürdüm. Burada su qoydum. Bura hələlik yaxşıdır. Aha. Onda bir dənə çapa eləyim tez. Çapa eləyim dostlar. Baxaq görək. Buranı qutarandan sonra bu hissəni tez qıraq. Bu hissəni də götürək. Belə eləyək. İndi çox hissəsini qutarıq dostlar. Gələn bölümdən də nə idi? Başqa hədəflərimiz də var. Məsələn, ilk olaraq halı sahanı düzəldəcək. İlk düzəldiyimiz yapılardan biri halı saha olacaq. Bax, buranı da qırım. Belə tam simmetri istəyirəm. Daha gözəl görünür simmetri olanda. Ondan sonra tam bu hissədirsə bunu bir dənə belə qoyaq. Ondan sonra burada bir dənə qoyaq. Belə daha gözəl görünür. İndi başlayaq bunun ətrafını nə idi? Saman kimi eləmək istəyirəm. Yəni elə bil olur lap əvvəllər. Nə idi? Ətrafını çox gözəl edirdilər. Nə edirdilər yadımdan çıxdı. Bunu bir dənə belə eləyək. O yolla bura qarışmasın. Bu hissəni hazırlayandan sonra üstündə olan hansılar da
35 tanesini ətrafa bağlayayım görək. Bir dənə bu hissələri tamamlayayım. Bir dənə bu hissəni tamamlayayım dostlar. Qutarır. Aha. Aha, qutardı. Çox yaxşı elədik bu hissəni. İndi görək o birisində 3 dənə qapı var. Yəni 3 dənə yerdən qapı aça bilərik. Birinci bu qapını açaq. Sonra bu qapını da açaq. Və bu qapını qırıq. 3 dənə yerdən olduğuna görə deməli bu qapını da açacağıq. Yəni 3 yerdən konkret rahat giriş olsun. Ondan sonra inventar ardadır. Hə, bunu bir dənə qıraq. Bu da lazım oldu. İndi gedim, indi bacara bildiyim qədər toxum lazımdır. İndi toxumlardan ilk olaraq 6 dənə toxumum var. Bu bölümdə bacara bildiyim qədər toxum yığacam. Görək nə edə bildik. Toxumlar hardadır? 50 dənəsi belə gəlsin. Digər toxumlar oradadır. Başqa toxum gəlmirəm burada. Bir də mənim kartofum olmalıydı dostlar. Kartofumu axtaraq. Kartoflarım olmalıydı. Hanı kartoflar? Aha. Buradan da var. Mənim kartoflarım olmalıydı. Kartoflarım yetdi. Neyse, inşallah gələn bölümdə test bir zamanda taparım o kartofları. Bu hissəni belə konkret rahat doldurum dostlar. Çünki bizə çox lazım olacaq. Yanında da nə idi? Qoyun yeri düzəltdim. Orada həmçində qoyunların sayda bildiyiniz kimi artıb, nəyi var artdırmışam. Bu hissəni belə edeyim. İndi bunu da belə bağlayaq. Qalan hissəsində yəni bacara bildiyimiz qədər tapmağa çalışacağıq. Mənim 6 dənə olmalıydı kartof toxumu. İndi bu toxumları da qalan hissəsində tapmağa çalışacağım. Aha, birini tapdıq. Bunu gərək videodan əvvəl yeydim. Yəni, tam fikirləşməmişdim. Videoda nə edim? Halısa eləmə fikrim vardı. Sonra baxdım, gördüm ki, halısa hazırlanmasında o bildiyiniz kimi lazım olur axı. O neydi? Örümcək ayından, ona görə hazırlaya bilmədim dostlar. Amma gələn videoya da manşet tapma fikrim var. Manşet tapandan sonra isə onları düzəldəcəm. Baxaq görək. Mən indi manşet tapandan sonra axı gərək ipex dokunuş eləyim. Onda biraz çətinləşə bilər. Onda gələn bölümdən əvvəl biraz modelləmək lazımdır. Hə, dostlar, soracağı videosunun gəlməsini istəyirsinizsə yorumlara yaza bilərsiniz. 125 abunəyik inşallah tez bir zamanda. Yəni bu kanal indi abunə olub və like atsanız mənə çox böyük dəstək ola bilərsiniz. Ayın axırınacan 150 abunə olma hədəfim var. İnşallah tez bir zamanda başara bilərəm. Aha, 12 dənə yığdım. Başqa nə istəyirsiniz? 12 dənə yığmışam da. 13. Artıran var 14. Elə bu qədər bəsimdir. 14 elə 14 belə oldu. Oy, 16. Bura bərəkətliymiş. İndi baxaq görək hardadır. Bu hissələrini tam qutardım. Bugünlük bu qədər dostlar. Gələn videolarda görüşənə dək dostlar. Sağ olun dostlar.